Nə qədər şöhrətin pikində olan adamlar var ki, can verəndə yasına gələn olmuyor. Neçə dənə bizim məşhur adamların həyatına baxmışam mən, dünyada. Yaxşı, zala girəndə hamı ayağa durub alqışlayırdı, can verəndə, ömrünün son günlərində evdə oturub tənha, müsahibə verir ki, qapını döyən yox. Belədir də bu, bunu əvvəldən bilərdi. Şimdi depressiyaya düşmüyorsun. Amma Arif can verəndə sevinç alındadır. Əvvəldən könül bağlamamışdı bura, şimdi depressiyaya düşür. Onun sevinci başqa yerdən idi. Cəmaatın alqışından deyildi ki, indi də qarğışından narahat olsun. Elə əvvəldən yolunu düz tapmışdı, ona görə də istəyir belə bir məscid adam qabağında xutbə oxuyub, cəmaat hamısı ona salavat deyəndə hansı halda idisə, ölüm yatağında heç bəlkə məsələn yaddan çıxırsa, onun vezinə deyil o şey. Çünki sevinci daimidir, sevincinin mənbəyi başqadır.